Yoldaşlar, hər vaxtınız xeyir olsun. Ekranda son dövlət qulluğu imtahanına düşmüş bir sual görürsünüz. Bu sual təxminən il yarım öncə Dövlət İmtahan Mərkəzi tərəfindən hansısa bir imtahana düşünürəm yüksəliş müsabiqəsi olmalı idi. Həmin imtahanda istifadə olunub, lakin dövlət qulluğu imtahanlarında ilk dəfə də istifadə olunub. O vaxt dərs qruplarımızda bu sualı izah etsəm də, hal-hazırdakı dövrə qədər aktual deyildi deyə e, ayrıca videosunu YouTube'a koymamıştım. İndi ayrıca videosunu YouTube'a koyuram ki imtihana gedenler yararlansınlar. Sualın mahiyyəti, şərti bundan ibarətdir ki, deyir, sizə 4 rəng vermişik. Rəngləri görürsüz. Bənövşəyi, narıncı, mavi və yaşıl. Deyir, bu rənglərin e, eynilərindən, yəni bu 4 rəngdən digər bloklarda da istifadə edib onları rəngləyin, amma elə edin ki, bir-birinə toxunan bloklar eyni rəngə malik olmasın. Məsələn, baxın, tutaq ki, bu bloku. Burada bənövşəyi və mavi rəng var deyə, bax bu xananı ya narıncı ya da yaşıl boyamalıyıq. Məsələ də budur. İndi sizin bunu imtahanda boyamağa vaxtınız da yoxdur deyə nə edəcəksiniz? Bunu sadəcə rənglərin baş hərflərini üstünə yazacaqsınız. Bax məsələn, bura bənövşəyidir, burada yaşıl. Ümumiyyətlə gəlin üz üstə mavi. Gəlin rəngləri qıraqdan yazın. Bənövşəyi, mavi, narıncı və yaşıl. Tutaq ki, götürürsünüz bənövşəyi və mavi rəngləri görürsünüz, onda başa düşürsünüz ki, bura olmalıdır. Ya yaşıl, ya narıncı. Yaşıl yazsaz və davam eləsəz, görün nə olur. Məsələn, yaşıldır bura, bura mavidir, burada bənövşəyidir. Deməli, bu ortadakı blok da narıncı olmalıdır ki, həmin rənglərlə üst-üstə düşməsin. Bu blok isə yaşıla da toxunur, bənövşəyə də toxunur və narıncıya da toxunur. Deməli, bura olmalıdır mavi. Fikir verin, indi baxın, bu blok, bax bu blok, həm bənövşəyi xanaya toxunur, həm narıncı xanaya, həm yaşıl xanaya, həm də mavi xanaya. Onda bunu rəngləmək üçün bir rəng qalmadı. Deməli, yoldaşlar, fikir verdinizsə, mən başdan başlayanda, burada ya bənövşəyi və mavidən istifadə olunub deyə, buraya yaşıl yaza bilərdim ya da narıncı. Gördünüz, tərəddüd etmədim, birini yoxladım, yaşlı yoxladım. Getdikcə ortada səhv çıxdı. Deməli, bu nədir? Bu narıncıdır. Yazdım bura narıncı. İndi, bura narıncıdırsa, bura mavidirsə, burada bənövşəyidirsə, onda bura nə olmalıdır? Bura olmalıdır yaşıl. Çünki o rənglərə toxunan, o rənglərdən biri ola bilməz. İndi bura baxın. Bu xana, bu yekə T hərfinə oxşayan blok bənövşə ola bilməz, yaşıl ola bilməz, narıncı ola bilməz. Nə qaldı? Qaldı mavi rəng. Bura isə mavi, narıncı və bənövşə ola bilməz, deməli olacaq yaşıl rəng. Bu blok mavi, yaşıl və narıncı ola bilməz, onda olur bənövşəyi rəng. Bu blok isə yenə də mavi, bənövşəyi və narıncı ola bilməz, ona görə olur yaşıl rəng. Bura, baba bura. Mavi ola bilməz, narıncı ola bilməz, yaşıl ola bilməz. Nə olsun? Onda olacaq bənövşəyi. Burada mavi ola bilməz, narıncı ola bilməz, bənövşəyi ola bilməz, onda olacaq yaşıl. Fikir verirsiniz, şişirdiləsi böyük sual deyil. Sadəcə bunu biraz çəkmək və qeyd etmək vaxtınızı alır. Məncə 3 dəqiqə, 4 dəqiqə bitirə bilərsiniz bu sualı. Fikir verin bura. Bu blok mavi ola bilməz. Yaşıl ola bilməz, bənövşə ola bilməz. Deməli, bu nədir? Narıncı. Bura narıncı, yaşıl, bənövşə ola bilməzsə, deməli, mavidir. Burada yaşıl, mavi və bənövşə ola bilməz. Deməli, nə rəngdədir? Nə qaldı bizdə? Narıncı. İndi baxaq, məsələn, bura. Buradakı xanalara belə qərar verək. Məsələn, bu narıncıdır, bu mavidir. Düzdür? Bura onda ya bənövşə ola bilər, ya da yaşıl. Birini yazaq, yoxlayaq. Yoxlayaq, məsələn, bənövşəyi. Səhv çıxsa dəyişərəm. İndi bu xanada bənövşə ola bilməz, yaşıl və mavi ola bilməz, deməli olacaq narıncı. Bu xana yaşıl ola bilməz, mavi ola bilməz, narıncı ola bilməz, olacaq bənövşəyi. Bu xanada fikir verin, mavi ola bilməz, bənövşə ola bilməz, narıncı ola bilməz, qaldı yaşıl. Yoldaşlar, sonda isə sizə çox primitiv sual verəcək.
Sahəsi eyni olanları seçin. Tutaq ki, narıncın sahəsi nə qədərdir və s. Sizə bunu yəqin ki, qeyd eləyər, verər. Verməsə də hər bir kvadratı özünüz bir qəbul edə bilərsiniz. Məsələn, tutaq ki, mavilərin sahəsini tapmaq lazımdır. Bax, bir mavi burada, ikincisi burada, üçüncüsü burada, dördüncüsü, beşincisi, altıncısı, yeddincisi, səkkizincisi, doqquzuncusu, onuncusu, belə-belə 11-incisi, bilmirəm indi düz saydım, səhv saydım. Əsas məsələ kvadratların belə deyək də xəyalən sayılmasıdır ki, onu da sizə primitiv sual kimi verəcək təbii ki. Bax belə. Ümid edirəm ki, aydın oldu və imtahanlarda düşdükcə bu sualda yaza bilərsiniz. Salamat qalın. Hər birinizə uğurlar.